Hökmdarın taleyi. Yazar Elçin. Köçürən Milad Teymuri. Səsləndirənlər Meysəm Qərabağı, Nəsrin Həbibzadə, Sina Vəlizadə, Mehdi Sərvəri. Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı. O, küçəni burulub, xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi. Qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi. Kimsən? Dənizdən dənizə gedirəm. Keç. Və o bir nəfər kilsənin qapısında içəri girmək istəyəndə qarşısını kəsən adam onu tanıdı. Vanya yüzbaşı, sənsən? Ara, mən bəxti qaradan başqa hansı səfi olacaq? Gecənin yarısı isti yorğan döşəyə girmək əvəzinə düşsün Şuşanın bu buz kimi soyuq daş küçələrinə. Həm atağını deyə şikayət etdi və içəri girə-girə dedi. bu zülmətdə yıxılıb qabırğamı sındırmasam yaxşıdır. Qaranlıqda ehtiyatla irəliləyərək 3-4 daş pilləkənin aşağı düşdü və köhnə taxtalarının arasından atda-butda işıq süzülən qapını itələdi. Qapı cırıltı ilə açıldı. Hər tərəfi daş mağaraya bənzəyən bu zirzəmidə zəif şəm işığında 6-7 nəfər daş üstündə dövrələmə oturub, gicgahından tutmuş ta çənəsinəcən uzanan çapıq yeri o zəif şəm işığında da aydın görünən bir nəfərə diqqətlə qulaq asırdılar və görünür, elə söhbətdə ciddi olduğu üçün Vanya yüzbaşı içəri girəndə, içəridəkilərin bəzisi onu təkcə başlarının işarəsi ilə salamladı. Bəzilər də hörmət əlaməti olaraq ayağa qalxmaq istədi. Amma Vanya yüzbaşı əlinin işarəsi ilə onları yerindən qalxmağa qoymadı. Üzü çapıq adam deyirdi: Bugün Allah'ın 100 illərdən sonra bizə həqiqətən yazığı gəlib. Millətimiz üçün ən əlverişli şərait yaradıb. Biz bu şəraitdən istifadə etməyi bacarmalıyıq. Əgər biz bu şəraitdən də istifadə edə bilməsək, o zaman bizdən sonraki nəsillərdə heç vaxt Ermənistan dövlətini yarada bilməyəcəklər. Artyom Paşanın İstanbuldan göndərdiyi nümayəndə budur. Hə, oluyor dayı. Mesrop Hamparsomyan. Beli. Mesrop Hamparsomyan çıxışına davam edirdi. Rus ayısı şimaldan gəlir. Özü də bu dəfə Yekaterina'nın vaxtında olduğu kimi onun geri çəkilmək fikri yoxdur. Gördünüz kartlı kaxetiya çarlığı necə məcbur oldu ki Rusiya ilə birləşməsi barədə manifest elan etsin? Tiflis indi Rusiyanın bir quberniyasıdır. Knyaz Sisyanov da oturub orada və hakimi mütləq kimi quberniyanı idarə edir. Ovanes Melik Paşayev Sankt Petersburgdan xəbər göndərib ki, İmperator 1. Aleksandr fikrində qətidir. Rusiya Cənubi Qafqazı nəyin bahasına olursa olsun ram etməlidir. İran ayağa qalxıb Rusiyanı Cənubi Qafqaza buraxmaq istəmir. Azərbaycan xanlıqlarında da, Kartli Kaxetiya çarlığında da öz hakimiyyətini bərpa etmək istəyir. Fətəli Şah fanatik pan-İranistdir. Onda belə bir maniya var ki, İranı yenidən nəhəng və qudrətli dövlətə çevirəcək. Yəqin ki, Cənab Aşot Karapetyan mənim sözlərimi təsdiq edir. Çünki Cənab Karapetyanın da Tehran sarayına yaxın olan başqa erməni qardaşlarımızın da
Bu manikal ideyaları Fətəli Şahın başına yeritməkdə böyük xidmətləri var. Belədir ya yox, cənab Karapetyan? Aşot Karapetyan təmkinlə başını tərpədərək, Fətəli Şah nəyin bahasına olursa olsun, Rusları bu yerlərə buraxmaq istəmir. Buna heç kimin şübhəsi olmasın. Təşəkkür edirəm, cənab Karapetyan. Azərbaycan xanlıqları bir-biri ilə çəkişir, bir-biri ilə yola getmirlər. Gürcüstan şahzadəsi Aleksandr Tehranda müsəlmanlıq qəbul edib, qoşun toplayıb Tiflisdə General Sisyanovun üstünə getmək istəyir. Osmanlı İmperiyası diqqətlə bu hadisələri izləyir. Napoleon Avropada Rusiya ilə müttəfiq olmaq istəyir. Ancaq əl altından İranı Cənubi Qafqaz uğrunda Rusiya ilə müharibəyə şirnikləndirir. Bizim üçün bundan əlverişli vəziyyət bir də nə zaman olacaq, cənablar? Cənubi Qafqazın münbit torpaqlarından gözəl bir yeri biz harda və nə zaman tapacağıq? bir müddət heç kim dinmədi. Mən sizinlə tamamilə razıyam, cənab Hamparsomiyan. Biz sürətlə Cənubi Qafqazda, xüsusən İrəvan, Qarabağ, Naxçıvan və Gəncə xanlıqlarında məskunlaşmalıyıq. Baxın, İranda biz nə vəziyyətdəyik? Tarix bizi nə kökə salıb? Marağadan tutmuş Mazəndərana, Həmədana dək hərə bir tərəfə səpələnib. Biraz orada, biraz burada, biraz da o tərəfdə. Bunun axırı nə olacaq? Belə davam etsə, pərən-pərən düşmüş bir millət nə edə bilər? Əriyib gedəcək millətimiz, tariximiz məhv olacaq. Gələcəkdə kimsə hardasa oxuyacaq ki, haçansa belə bir millət var imiş, cənablar. Biz mütləq müəyyən ərazilərdə toplum halında olmalıyıq. Bu çox ciddi məsələdir, cənablar. Üzr istəyirəm, müdaxilə etdiyim üçün. Cənab Karapetyan, bizim millətin Cənubi Qafqazda məskunlaşması həm İranın xeyrinədir, həm də cənablar, Rusiya bunu istəyir. İki düşmən bir məsələdə, bizim üçün tarixi əhəmiyyəti olan bir məsələdə eyni mövqedədir. Biz Allahın bizə bəxş etdiyi bu şəraitdən maksimum istifadə etməliyik. Bağışlayın, cənab Karapetyan. Buyurun. Aşot Karapetyan sözünə davam etdi. Fətəli Şah bizim həmvətənlərimizi Qarabağda və İrəvan xanlığında məskunlaşdırmağa söz verib. Biz müsəlmanların arasındakı qarışıqlıqdan, Rus ayısının isti sular həsrətindən istifadə etməliyik. Biz bu torpaqlarda məskunlaşıb öz dövlətçiliyimizi bərpa etməliyik. Xəzərdən Qaradənizəcən böyük Ermənistanın bünövrəsi burada qoyulmalıdır. Mesruf Hamparsomiyan bir qürur hissi ilə Cənab Karapetyan, sizin bu sözləriniz bugün kiməsə xam xiyal kimi görünə bilər. Ancaq bu sözlər gələcək həqiqətin ifadəsidir. Çünki hər şey bizim özümüzdən, bizim bacarığımızdan, bizim xalqımıza, sevgimizdən, tariximizə, məhəbbətimizdən və ehtiramımızdan asılıdır. Hərgah bu sevgi, bu məhəbbət, bu ehtiram həmişə bizimlə olacaqsa, o zaman erməni xalqının taleyi bu qədər acı olmayacaq. Baxın, bugün Osmanlı ordusunda 11 erməni paşa var. 11 paşa. Bilirsiniz bu nə deməkdir? 1-2 nəsil sonra bu rəqəm 2 qat artacaq. Osmanlı padişahlığı get-gedə zəifləyir. Duruzlar Suriyaya da, Filistinə də vəlvələ salıb. Ərəblər Ərəbistanın səhralarının indi tam ağasıdır.
Məmluk bəyləri Misridə fironluq edir. Bir də Yunanistanın şimalında bizim Soylut qardaşlarımız üsyan qaldırır. Osmanlı daha buna dözmək halında deyil. Cənablar, Osmanlı davam gətirə bilməyəcək. Sultan Səlimin nizami cədidi də onların dadına yetməyəcək. Artyom Paşa bu fikirdədir ki, biz hələ üzə çıxmamalıyıq. Həmişəki kimi öz işimizi görməliyik. Qoy Osmanlı zəifləsin, qoy müsəlmanlar bir-birini qırsın. Qoy türklər özlərinə qənim kəsilsin. Qoy Rusiya öz ordusuyla öz sözünü desin. Qoy Avropa hörümcək kimi öz intriqalarını hörsün. Bütün bu hadisələrdə Allah bizimlədir. Cənablar, uzağı 50-60 ildən sonra biz öz sözümüzü deyəcəyik. Artyom Paşa inanır ki, Böyük Ermənistanın yaranması prosesi elə bu əsrdə 19-cu yüzildə başlayacaq. Sadəcə olaraq biz situasiyanı nəzarətə götürməyi və bundan effektli istifadə etməyi bacarmalıyıq. O zaman tarix sübut edəcək ki, sərhədləri dənizdən dənizə qədər uzanacaq. Ermənistan dövləti bizim xam xəyallarımızın bəhrəsi deyil. Cənablar, biraz realist olun. Siz düz yolda değilsiniz. Bu yolun sonunda millətimizi bədbəxtçiliyə apara bilərsiniz. Bu yol qan gölməçələrindən keçir, cənablar. Doğrudanmı siz bunu görmürsünüz? Biz başqalarına xəyanətlə öz millətimizi xoşbəxtliyə apara bilmərik, cənablar. Bu sözlər köhnə kilsədəki o gecə yığıncağında çox qəfil və çox da yad səsləndi. Və bu sözləri deyən adam həyəcanını gizlədə bilməyib ayağa qalxdı. Ayılın, cənablar, ayılın. Siz kimin qanını təəssübünü çəkirsiniz, cənab Petros Dəlləkyan? Soruşdu. Türklərin? Siz bizi kimlərə xəyanətə suçlayırsınız? Türklərə? Yox, Bəs kimə? ona. Dəlləkyan barmağını yuxarı qaldırıb bir də təkrar etdi. Ona. Zirzəmiyə narahat bir sükut çökdü və bu sükutu Vanya yüzbaşı pozdu. Ara, Petros ağa, sənin bu gecə vaxtı bu soyuqda burada nə işin var? Ara, niyə isti yorğan döşəyində yatmırsan? Türklərin ürək dostusan, get dostluğunu elə də. İstəyirsən get lap özünü sünnət elə. Siz tərbiyəsiz adamsınız, Vanya yüzbaşı. Ara, məzəb haqqı düz deyirəm. Mesrop Hamparsomyan maraqla Vanya yüzbaşıya baxdı və yanında oturandan yavaşca soruşdu. Vanya yüzbaşı budur. Bəli. Mən belə adamlarla bir yerdə qala bilmərəm. Bu sözləri də barmağı ilə Vanya yüzbaşını göstərərək Petros Dəlləkyan deyib, iti addımlarla mağaradan çıxdı. Mesrop Hamparsomyan onun ardınca baxa-baxa, Bizim millətimizin bədbəxtliyi oradadır ki, aramızda belələri də var. Ancaq türklər bizim analarımızı, bacılarımızı öz hərəmxanalarına yığanda heç onu Hamparsomyan barmağını yuxarı qaldırdı. fikirləşmirlər. Bizi eşyək kimi işlədib, özümüzü də adam yerinə qoymayanda, gülüb bizi ələ salanda heç ondan qorxmurlar. Bizim Petros Dəlləkyanlarımızın belə humanizmi yatanda türklərin heç yuxusuna da girmir. Ara, bura lap buzxanadır. Bu dəfə də hamı Vanya yüzbaşıya baxdı. Ara, bizim canımız bu xaraba Alban kilsəsinin zirzəmisindən nə vaxt qurtaracaq? Aşot Karapetyan dedi.
O zamanki Vanya yüzbaşı biz bu Alban kilisesini öz kilisemiz edəcəyik və Katolikos özü gəlib burada bizim balalarımıza xeyir dua verəcək. Vah! Ara, Aşot ağa, siz buranı elədiniz erməni kilsəsi. Mən dedim olmaz, hə? Mesrop ağa, sən Allah de görüm, Artyom Paşanın canı, başı salamatdımı? Mesrop Hamparsomiyan məclisin gedişatından açıq aydın bir narazılıqla Yaxşıdır. Sən məzhəb Mesrop ağa, məndən Vanya yüzbaşından ona çoxlu səlam de. Biz onunla köhnə dostuq. Bilirəm. Ara, görürəm sən hər şeyi bilirsən, hə? Türklər demişkən maşallah olsun. Artyom Paşa'ya mənim adımdan deyərsən ki, buralarda hər şey qaydasındadır. Heç nədən narahat olmasın. Vanya yüzbaşı əlini arxasına aparıb belini dikəltdi. Ağalar, Fətəli Şah İbrahim xanın qızı Ağabəyim ağaya elçi düşüb. Oğlu Əbülfəti də girov tələb edir. Xanın əlacı yoxdur, razılıq verəcək. Biz bu vəziyyətdən ağılla, bacarıqla istifadə etməliyik. Sisiyanovu başa salmaq lazımdır ki, İbrahim xan Rusiya əleyhinə İran ilə gizli söhbətləşmə aparır. Qarabağı İran himayəsinə salmaq istəyir. Ona görə də onunla qohum olur. Ağalar, İbrahim xan ağıllı, tədbirli, hiləgər bir hakimdir. Məzhəb haqqı adam heç inana bilmir ki, Türkdən belə ağıllı adam çıxsın. Nə qədər ki o sağdır, biz millətimiz naminə Qarabağda istədiyimizi edə bilməyəcəyik. Nüfuzlu adamdır, zəhimli adamdır, dünya görüb. Onunla zarafat eləmək olmaz. Azərbaycanın bütün xanlıqları onunla hesablaşır. Nə qədər ki o sağdır, Qarabağ xanlıq olaraq qalacaq. Biz çalışmalıyıq ki, Qarabağ Rusiyanın bir eyalətinə çevrilsin. Bizdən başqa bütün Qafqazda bu türklərin, bu müslümanların arasında Rusların kimi var ki ona arxalansınlar? Heç kimi. Ona görə də biz Rusların özündən də yaxşıca istifadə etməliyik. Qoy bizi axmaq hesab etsinlər. Qoy elə bilsinlər ki, bizim əlimizlə türklərin arasında öz işlərini görürlər. Amma biz öz işimizi görək. Onda tarix görəcək ki, axmaq kim imiş. Ara, məzhəb haqqı, bura buzxanadır. Mən də uzun danışdım. Haykanoş xalanız təkdir, istiyorğan döşəkdə məni gözləyir. Mən getdim. Vanya yüzbaşı bu sözləri deyə-deyə ayağa qalxdı. Ağalar, yeni görüşümüzəcən. Vanya dayı. Mən Petros Dərləkyanın sözlərindən nigaran qaldım. Ondan gözüm su içmir. Ara, Petros ağadır da. Sən Artyom Paşa'ya de ki, heç nədən narahat olmasın. Petros ağanı mən özüm sünnət edərəm. Və Vanya yüzbaşı zirzəmidən çıxdı, ehtiyatla addımlaya-addımlaya pilləkənləri qalxdı və soyuqdan çuxasının içində büzüşərək köhnə kilsə xarabalığından uzaqlaşmaq istəyəndə bayaq qaranlıq içindən çıxan adam yenə birdən-birə zuhur elədi. Sağ olun, Vanya yüzbaşı. Ara, məzhəb haqqı sən burada sətəlcəm olmasan yaxşıdır. Sonra əlini cibinə salıb bir sikkə çıxartdı və ona uzatdı. Ala, bu soyuqdan sabaha salamat çıxsan, get, Qassab Məşədi Abışdan uşaqlarına bir girvənkə ət al yesinlər. Adam sikkəni götürüb Allah səni bizim başımızın üstündən əskiş eləməsin, Vanya dayı. Vanya yüzbaşı bir-iki addımda atıb başını geri çevirdi. Amma
Türklərin bozbaşından bişirərsiz. Bu havanınçı yağlı Türk bozbaşıdır. Vanya yüzbaşı qaranlıqda gözdən itdi. İbrahim xanın kiçik uşaqları Abbas Qulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı. Və dünyanın əbləh işlərindən əlbəttə xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü. Ağabəyim ağa bir kənardakı kiçiyimizin arxasında oturub, nəsə güman ki, şeir yazırdı. Və burası da bağçanı bürümüş, o gün ışığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray həşiri ilə Ağabəyim ağanın o dəmdəki hissiləri, fikirləri arasında çox həzin bir təzad var. 9 yaşlı Gövhər ağa bir az kənarda dayanmışdı və uzaqdan bacısının yazı yazmasına təmaşa edirdi. Ağabəyim ağa o qıza tərəf dönüb, Sən niyə gedib onlarla oynamırsan? Gövhər ağa sidq-i ürəkdən gələn bir təəccüblə, Bacı, mən bəyəm uşağam. Ağabəyim ağa güldü və elə bu zaman İbrahim xan ağacların arasından çıxıb onlara yaxınlaşdı. Gövhər ağaya dedi, Sən get. qız atasının sərt sifətinə baxıb başa düşdü ki, mübahisə yeri deyil və narazılıqla başını aşağı salıb oradan uzaqlaşdı. Ağabəyim ağa tələsiyimizin üstündəki kağızları yığışdırıb ayağa qalxdı. İbrahim xan əlinin işarəsi ilə onu saxladı. İndi gedirəm. Bir dəqiqəliyə gəlmişəm. Araya sükut çökdü. Anan mənə söylədi ki, sən Fətəli Şahın zövcəsi olmaq istəmirsən. Tehrana getmək istəmirsən. Səni başa düşmək üçün gərək eşşək olasan. Bu sözləri yavaşdan və təmkinlə deyən İbrahim xan birdən özünü saxlaya bilməyib bağırdı. Mən eşşək deyiləm. Eşidirsən? Eşşək deyiləm mən. Uşaqlar xanın bağırtısını eşidib tələsik qaçıb getdilər. Və İbrahim xan da elə bil o uşaqların gözü ilə kənardan özünə baxdı və yenə özünü ələ aldı. Təmkinlə dedi, Sən kəs ürəyini. Doğra, at bizim hamımızı öz ürəyindən. Nə qədər çətin olsa da, nə qədər qanı axsa da kəsib atmalısan. Bu səndən, məndən asılı olan bir iş deyil. Sənin bəxtin onda qara oldu ki, bu alçaq dünyaya xan qızı kimi təşrif buyurdun. Sən Qarabağı fikirləş, xanlığı fikirləş. Saday bəy kimi igidlər təkcə Qarabağda deyil, Qaradağın da Saday bəyi var. Şəkidə də, Bakıda da, Gəncədə də, Təbrizdə də, Xoyda, Marağada, Ərdəbildə, İrəvanda, Naxçıvanda da igidlər var. Amma nə olsun? Onlar yumruq kimi bir qüvvə deyirlər. Tək-təkdirlər. Hərə öz dərdisəri ilə məşğuldur. Hərə öz xanını qoruyur. Bizi istəməyənlərin əlində onları eləcə tək-tək dənləməyə nə var ki? Mən babaxanın elçilərini geri qaytaracağam. Yaxşı, qaytardım. Sonra nə olacaq? Qarabağın başına hansı müsibətlər gələcək? Bizim xan nəslimizin axırı nə olacaq? Ayrılıq çətin işdir. Qürbət müsibətdir. Ürəyin istəyini boğmaq məşəqqətdir. Bəli, belədir. Qoy, belə olsun. Qaytaraq şahın elçilərini. Onda bəs Qarabağ nə olsun? Xan qızı, Qarabağa kimliyə çıxsın? Ağabəyim ağa. İbrahim xan iti addımlarla uzaqlaşdı. 5 Mars 1803-cü il, Paris, 1-ci konsulun iş otağı. 1-ci konsul Napoleon Bonaparte divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz, kresloda, xarici işlər naziri Taleriyan isə yandakı kresloda oturmuşdular. Sizdən gizlətmirəm, cənab səfir, və istəyirəm ki, sözlərimin səmimiliyinə inanasınız. Mən Aleksandra qardaş münasibəti bəsləyirəm. Xahiş edirəm, ona belə də çatdırasınız. Avropanın şərqində Rusiya imperiyası nə qədər qüdrətli olarsa, bir o qədər Fransanın xeyrinədir. Bir tərəfdən ingilislər,
Bir tərəfdən də Avstriya hər vasitə ilə Rusiya ilə Fransa arasında ixtilaf yaratmağa çalışırlar. Çünki bu onların maraqlarına cavab verir. Avropanın bu qoca, bu mühafizəkar imperiyalarının iddiasından qurtarmaq lazımdır. Biz, Fransa və Rusiya, biz bunu etməsək, kim edəcək? Mən qardaşım Aleksandr ilə harda deyirsə və nə zaman deyirsə danışıqlara hazıram. Mən Rusiya ilə gizli ya açıq müttəfiqlik müqaviləsi bağlamağa hazıram. Bizim Rusiya ilə bölüşə bilməyəcəyimiz bir şey yoxdur. İngilislər də, Avstriya, Macaristan da bunu yaxşı bilir və bizim birləşəcəyimizdən qorxur. Mən Aleksandra belə bir birlik və əbədi dostluq təklif edirəm. Rusiyanın maraqları bizim maraqlarımızdır. Napoleon ayağa qalxdı. Səfir və Talleyrand da ayağa qalxdılar. Səfir təzim edərək, Zataliləri məni qəbul etdiyinizə, eləcə də açıq və səmimi söhbətinizə görə sizə dərin təşəkkür minnətdarlığımı bildirirəm. Mən sizin dediklərinizin hamısını Əla Həzrət İmperator 1. Aleksandr çatdıracağam və bu missiyanı özüm üçün şərəf hesab edirəm. Zatalinizin mehribanlığından sui-istifadə edib qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm. İcazənizlə sizi tərk edim. Sağ olun, cənab səfir. Mən sizə çox ümid bəsləyirəm. səfir ikinci dəfə təzim edərək otaqdan çıxdı. Napoleon onun ardınca baxa-baxa, Söhbətimiz pis alınmadı. Talleyrand yüngülcə təzim edərək, Zat aliləri, siz danışıqlarınızın arxasında da döyüş meydanındakı General Bonaparte'sınız. Məni üzümə çox tərifləməyin, Talleyrand. dedi və diqqətlə Xarici İşlər Nazirinin gözlərinin içinə baxdı. Məni arxamca tərifləyin. Talleyrand gözlərini Napoleonun nəzərləri altından çəkdi və yenə yüngülcə təzim edərək getmək istədi. İcazənizlə. Dayanın, Talleyrand. Napoleon onu saxladı və əllərini arxasında çarpazlayıb otaqda var-gəl etməyə başladı. Dayanın. Napoleon otaqda var-gəl etdikcə Talleyrand nigarançılıq dolu nəzərlərlə ona baxırdı. Nəhayət, Napoleon eləcə var-gəl edə-edə və Talleyranda baxmayaraq dilləndi. Fətəli Şaha mənim adımdan məktub hazırlayın. Fətəli Şaha? Bəli. Nə məzmunda? O, Xəzər dənizini Rusların üzünə bağlasın. Rusiya Cənubi Qafqazı götürsə, bununla kəfayətlənməyəcək. İranın şimal bölgələrini də ələ almaq istəyəcək. Fransa İran ilə Rusiya əleyhinə gizli müqavilə bağlamağı təklif edir. İran Rusiya ilə müharibəyə başlasa, biz hər vasitə ilə Fətəli Şaha kömək etməyə hazırıq. Məzmun aydındır? Talleyrand cavab vermədi. Napoleon hirslə, Talleyrand, siz istəmirsiniz ki, mən güclü olum. Mən bunu bilirəm, Talleyrand. Çünki siz Fransanı yox, özünüzü düşünürsünüz. Siz zəif hökmdar yanında qüdrətli nazir olmaq istəyirsiniz. Napoleon daha da sürətlə var-gəl etməyə başladı. Mən niyə sizə dözürəm, Talleyrand? Necə bilirsiniz? Mən başqa şey barədə düşünürəm, zat aliləri. Hansı başqa şeylər barədə? Hə? Üzr istəyirəm, zat aliləri. Mən Talleyrand özünü saxladı və sözünün ardını demədi. Napoleon bir anlığı ayaq saxlayıb ona baxdı. Cəsarət etmirsiniz deməyə? Talleyrand cəsarət etdi. Mən siyasi əxlaq barədə düşünürəm, zat aliləri. Nə? Napoleon heyrətlə Xarici İşlər Nazirinə baxdı Siyasi əxlaq barədə düşünürsünüz? və sürətlə addımlayaraq düz Talleyrandın qarşısında dayanıb gözlərini altdan yuxarı onun sifətinə zillədi. Sizin siyasi əxlaqdan danışmağa haqqınız çatır? Talleyrand təzim edib, İcazənizlə. dedi və çevrilib axsaya-axsaya qapıya tərəf getdi. Napoleon onun ardınca Məktubu gözləyirəm, Talleyrand. dedi. Talleyrand otaqdan çıxdı.